Salam, əziz həmkarlar və gələcəyin əla müəllimləri. Vüsalə Qacar MİQ Hazırlığı Mərkəzinin bu xüsusi izah moduluna xoş gəlmisiniz. Deməli, mən bugün sizin metodistiniz kimi MİQ imtahanında ən çox qarşılıqlıq yaradan, amma əslində çox vacib olan bir mövzunu, 21-ci əsr kompetensiyalarını tam aydınlaşdıracağam. Yəni, sadəcə quru nəzəriyyə oxuyub keçməyəcəyik. Əsas məqsədimiz bu çərçivənin məğzini tutmaq və onu imtahanda qarşınıza çıxacaq o çətin situasiyalara asanlıqla tətbiq etməkdir. Qələm və dəftərləriniz hazırdırsa, gəlin başlayaq. Gəlin birbaşa mətləbə keçək. Təhsil müəssisəsi ömür boyu öyrənməyə motivasiyalı fərdlərin formalaşdığı məkana çevrilməlidir. Baxın, bu cümlə əslində bütün müasir kurikulumun ürəyidir, fəlsəfəsidir. Fikirləşin, müasir dünyada informasiya sanki sel kimi axır, elə deyilmi? Şagirdə sadəcə nələrisə əzbərlətmək artıq heç bir işə yaramır. Bizə passiv, sadəcə faktları bilən şagirdlər yox, o məlumatı seçməyi, süzgəcdən keçirməyi, təhlil etməyi və ən əsası ömür boyu öyrənməyi bacaran fərdlər lazımdır. Yanaşmanın kökündən dəyişmə səbəbi tam olaraq budur. Bugün nələri öyrənəcəyimizə qısaca göz ataq, yeni yanaşmadan başlayıb 8 baza kompetensiyasına, o cümlədən idrak, şəxsi və sosial bacarıqları, sahibkarlıq və mədəniyyəti incələyəcəyik, ən sonda isə, bəli, ən maraqlısı, bütün bunları real MİQ sınaqları və situasiyalar üzərində sınaqdan keçirəcəyik. Beləliklə, birinci hissə, təhsildə yeni yanaşma. Bilirsiniz, bu 8 kompetensiya göydən düşmə, təsadüfi seçilmiş bir siyahı deyil. Bunlar 2006-cı ildə Avropa Şurası tərəfindən çox dəqiq müəyyənləşdirilmiş baza kompetensiyalarıdır. Yəni, həm şəxsi həyatda, həm də karyerada uğur qazanmaq üçün hər kəsə lazım olan vahid bir sistemdir. Savadlılıqdan tutmuş rəqəmsal vərdişlərə qədər uzanan bu xəritə, imtahanda bütün sualları həll etmək üçün beyninizdə canlandırmalı olduğunuz əsas sxemdir. İkinci hissəyə keçirik. Baza və idrak kompetensiyaları. Gəlin görək təməl öyrənmə bacarıqları nədən ibarətdir? Çox vaxt savadlılıq deyəndə ağlımıza ancaq oxumaq və yazmaq gəlir, düzdür? Amma əslində bu belə deyil. Savadlılıq kompetensiyası şagirdin fərqli mənbələri müqayisə etməsi, aldığı məlumatın etibarlılığını yoxlaması və öz arqumentlərini əsaslandırmasıdır. Eləcə də çox dil bilmə. Bu, sadəcə xarici dildə lüğət əzbərləməkdən çox daha dərindir. Çox dil bilmə, eyni zamanda o dilin aid olduğu mədəniyyəti, kommunikasiya qaydalarını dərk etmək və beynəlxalq mühitdə əlaqə qura bilmək deməkdir. Bəs riyazi, elmi və mühəndislik kompetensiyaları nədir? Bu, şagirdin sadəcə hansısa mürəkkəb düsturları sinifdə əzbərləməsi deyil. Qətiyyən, söhbət öyrəndiyimiz riyazi məntiqi və elmi metodologiyanı gündəlik həyatımıza gətirməkdən gedir. Məsələn, təsəvvür edin ki, şagird ailə büdcəsini planlaşdırır, yaxud ətrafındakı bir ekoloji problemin səbəbini müşahidə edib həlli yollarını axtarır. Yəni, elmi nəzəriyyənin real həyatda problemlərin həllinə çevrilməsidir. Baxın, bu məqam həqiqətən çox vacibdir. Çünki imtahanda ən çox bu tələyə düşürük. Rəqəmsal savadlılığı sadəcə cihazlardan istifadə ilə qarışdırmaq olmaz. Şagirdin hazır bir PowerPoint şablonunu açıb içinə yazı yazması rəqəmsal savadlılıq hesab edilmir. Bəs nədir əsl rəqəmsal savadlılıq? Bu, şagirdin onlayn məlumatı tənqidi şəkildə qiymətləndirməsi, müəllif hüquqlarına necə hörmət edəcəyini bilməsi və kiber təhlükəsizlik qaydalarını gözləməsidir. Aradakı fərq budur. Üçüncü hissə, şəxsi, sosial və digər kompetensiyalar. Görək o məşhur yumşaq bacarıqlar dərslərdə necə işləyir? Mən deyərdim ki, bu qrup əslində digər bütün bacarıqları hərəkətə gətirən əsas motordur. Öyrənməyi öyrənmək nədir? Bu, şagirdin öz güclü və zəif tərəflərini bilməsi, məqsəd qoymasıdır. Yəni, dərsdən çıxanda şagird özünə, mən bugün nə öyrəndim, növbəti dəfə fərqli nə edə bilərəm suallarını verə bilməlidir. Həm də komandada işləmək, empatiya qurmaq və stresslə başa çıxmaq kimi şəxsi bacarıqlar da məhz burada cəmləşir. Keçək fəal vətəndaşlığa. Fəal vətəndaşlıq sadəcə dövlət rəmzlərini tanımaq demək deyil. Xeyr, bu, hərəkətdə olan vətəndaşlıqdır. Yəni, şagirdin quru tarixi biliklərdən kənara çıxaraq cəmiyyətin rifahı üçün nəsə etməsidir. Məsələn, yaşadığı məhəllədə parkın təmizlənməsi üçün aksiyaya qoşulmaq, insan hüquqlarını dərindən anlamaq, sosial ədalətə hörmət etmək. Cəmiyyət həyatında fəal, şüurlu iştirak elə budur. Sahibkarlıq deyəndə isə adətən ağla dərhal pul qazanmaq, biznes qurmaq gəlir. Amma gəlin razılaşaq ki, məktəb mühitində sahibkarlıq puldan çox təşəbbüskarlıq deməkdir. Təsəvvür edin, şagird kitabxanada yeni bir mütaliə güşəsi yaratmaq ideyası irəli sürür və ya məktəbdə enerji qənaəti kampaniyası təşkil edir.
O layihə üçün məsuliyyət götürür, vaxtını və mövcud resurslarını idarə edir, ideyalarını hərəkətə çevirir. Məhz budur sahibkarlıq. Mədəni məlumatlılıq və özünü ifadədə. Bu isə o deməkdir ki, şagird təkcə bizim öz mədəniyyətimizi deyil, həm də qlobal müxtəlifliyi başa düşür. Deyək ki, teatra və ya muzeyə gedəndən sonra öz təəssüratlarını yaradıcı şəkildə ifadə edir. Məsələn, bir video və ya bloq yazısı hazırlayır. Eyni zamanda fərqli xalqların ənənələrinə açıq fikirli və dözümlü yanaşır. Bu, həmin kompetensiyanın əsas göstəricisidir. Və dördüncü hissə, MİQ sınağı situasiyaların təhlili. Nəzəriyyəmizi bitirdik, indi metodist şapkamızı taxıb, birbaşa bu bacarıqların imtahanda necə qarşımıza çıxacağına baxırıq. Gəlin test bankından götürülmüş ilk situasiyaya baxaq. Müəllim şagirdlərə fərqli ölkələrdə yaşayan insanların bayramları və yaşayış tərzi barədə araşdırma aparmağı tapşırır. Özünüz bir anlıq düşünün. Söhbət fərqli ölkələrin bayramlarından gedir. Məqsəd nə ola bilər? Riyazi hesablama, yoxsa dili öyrənmək? Variantları təhlil edəndə hər şey aydın olur. Şagirdlər başqa xalqların adət-ənənələrini araşdırırlar, onlarla tanış olurlar. Yəni onlarda fərqli mədəniyyətlərə qarşı anlayış və hörmət inkişaf edir. Deməli, heç tərəddüd etmədən doğru cavabın C variantı, yəni mədəni məlumatlılıq və özünü ifadədə olduğunu tapırıq. İndi isə biraz daha kompleks, ikiqat situasiyaya baxaq. Yaşıl Dünya naminə həmrəylik ili layihəsidir. Şagirdlər istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işləri aparmaq üçün ofis proqramlarından istifadə edərək xəritələmə aparırlar. Burada iki fərqli fəaliyyət var, diqqətli olun. Təhlilimiz göstərir ki, birinci fəaliyyət olaraq şagirdlər ətraf mühiti yaxşılaşdırmaq üçün sosial məsuliyyət hiss edirlər. Bu, birmənalı olaraq fəal vətəndaşlıq mövqeyidir. İkinci fəaliyyət isə odur ki, onlar bu işi görmək üçün ofis proqramlarından effektiv şəkildə istifadə edib xəritələmə aparırlar. Bu da olur rəqəmsal savadlılıq. Deməli, doğru cavabımız bu iki bacarığın gözəl bir kombinasiyasıdır. Üçüncü situasiya əslində sırf davranışla bağlıdır. Şagird məqsəd qoyub əlavə dil öyrənmək istəyir, amma tapşırıqları vaxtında etmir, çətinliklə üzləşən kimi dərhal ruhdan düşüb təslim olur. İmtahan burada sizin bağlantıları necə dərk etdiyinizi yoxlayır. Problemin kökü nədədir? Niyə bu şagird dili öyrənə bilmir? Baxın, bu, bugünkü izahımızın bəlkə də ən vacib nöqtələrindən biridir. Metodistin qızıl qaydası. Əgər şagirddə öz öyrənmə prosesini planlaşdırmaq, məqsədə doğru getmək iradəsi yoxdursa, yəni öyrənmək kompetensiyası zəifdirsə, onun hər hansı başqa bacarığı mənimsəməsi demək olar ki, imkansızdır. Şagird strategiya qurmağı bilmirsə, hansı dili öyrənməyə çalışırsa çalışsın, uğursuzluğa düçar olacaq. Yəni, əsas problem dildə deyil, onun öyrənməyə yanaşmasındadır. Beşinci hissə, nəticə. Sizin mentorunuz kimi bunu xüsusi vurğulamaq istəyirəm. Bu mövzunu dərk etmək sadəcə MİQ imtahanında yaxşı bal toplamaq üçün bir vasitə deyil. Əsla. Bu, bizim gələcək nəsli necə formalaşdıracağımızın əsas xəritəsidir. Biz onları passiv dinləyicilərdən fəal, rəqəmsal savadlı, məsuliyyətli vətəndaşlara çevrilməliyik. İmtahanda hər situasiyanı oxuyarkən mütləq özünüzə bu sualı verin. Burada şagird hansı bacarığını real həyatda istifadə edir? Tapmacanın həlli məhz o sualdadır. Və sonda sizi dərindən düşündürəcək belə bir sualla baş-başa buraxmaq istəyirəm. Bəs siz öz dərslərinizdə şagirdlərin 21-ci əsr bacarıqlarını necə formalaşdırırsınız? Öyrəndiklərimizi gündəlik təcrübəmizə çevirək, çünki öyrənmənin ən yaxşı yolu elə tətbiq etməkdir. Üsalə Qacar MİQ Hazırlıq Mərkəzinin təqdim etdiyi bu izahı dinlədiyiniz üçün çox sağ olun. İmtahanda və ən əsası məktəbdə, gələcək peşəkar fəaliyyətinizdə hər birinizə böyük uğurlar arzu edirəm.